Sizdən xahiş edirik ki, xəbərə keçmədən öncə videonu bəyənin və rəy bölməsində fikirlərinizi bildirin. Dünyada və ölkədə baş vermiş ən son xəbərləri bizdən izləyin. Bunun üçün kanala abunə olmağı və bildiriş simvolunu açmağı unutmayın. İndidən təşəkkürlər. Hər vaxtınız xeyir dəyərli izləyicilər. Şok xəbərlər Azərbaycanda 16 yaşlı qızın məktəb yoldaşından hamilə qalması ilə bağlı yayılan xəbər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Hadisənin detalları araşdırılır. Digər tərəfdən sosial ödəniş alan vətəndaşlar üçün vacib yenilik var. Yaxın günlərdə ödənişlərlə bağlı yeni qərarın açıqlanacağı bildirilir. Azərbaycanda isə daha bir dəhşətli hadisə baş verib. Uşaq bağçasının həyətində meyit tapılması sakinlər arasında qorxu yaradıb. Dünyada gərginlik artır. Putin tərəfindən səsləndirilən son açıqlama böyük narahatlıq doğurub. Ukraynadan sonra Ermənistan sualı gündəmdən düşmür. Bundan başqa, Azərbaycandan Ermənistana dizel yanacağı ixracı məsələsi yenidən müzakirə olunur. Eyni zamanda ölümcül virus təhlükəsi də böyüyür. Daha iki ölkədə şübhəli halların aşkarlanması beynəlxalq qurumları hərəkətə keçirib. Bütün detallar və ən son məlumatlar birazdan. Qubada 16 yaşlı gənc uşaq dünyaya gətirib. Oxu-Azın əldə etdiyi məlumata görə, rayonun aşağı Xuç kənd sakini olan 2010-cu il təvəllüdlü NB 35 həftəlik doğuş sancıları ilə xəstəxanaya çatdırılıb. Onun 9-cu sinif şagirdi olduğu və oxuduğu məktəbin digər şagirdindən hamilə qaldığı bildirilir. Məlumata görə, hazırda ananın və körpənin vəziyyəti qənaətbəxşdir. Hazırda polis tərəfindən istintaq araşdırmaları aparılır. Məsələ ilə bağlı Oxu-Azı şoğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirilib ki, bu hadisə bir daha göstərir ki, azyaşlılarla bağlı məsuliyyət məsələsinə bir tərəfli yanaşmaq doğru deyil. Burada həm qız, həm də oğlan tərəfinin ailə mühiti, valideyn nəzarəti, məktəblə münasibəti və uşaqlar üzərində qurulan tərbiyə modeli mühüm rol oynayır. Xüsusilə də zorakılıq və hüquq pozuntusuna səbəb olan davranışların qarşısının alınmasında oğlan uşaqlarının düzgün tərbiyəsi, məsuliyyət hissinin hammalaşdırılması və qadına, uşağa münasibətdə sağlam düşüncənin aşılanması vacibdir. Uşaqların yalnız qız olduqları üçün qorunmalı, oğlan olduqları üçün isə sərbəst böyüdülməsi gələcəkdə bu cür ağır nəticələrə gətirib çıxara bilir. Ailə daxilində nəzarət, məktəblə davamlı əlaqə, yeniyetmələrin davranış və münasibətlərinin vaxtında izlənməsi hər iki tərəf üçün eyni dərəcədə vacibdir. Məsələnin hüquqi tərəfi aidiyyətli qurumlar tərəfindən araşdırılır. Amma cəmiyyət olaraq qəbul etməliyik ki, azyaşlıların həyatına təsir edən belə hadisələrin qarşısını yalnız bir tərəfi günahlandırmaqla deyil, ailə, məktəb və ümumi sosial məsuliyyəti birlikdə gücləndirməklə almaq mümkündür. (2026-cı ilin ilk 4 ayında sosial ödənişlər üzrə əhaliyə 3,49 milyard manatdan çox vəsait ödənilib. Nojoment az xəbər verir ki, bu barədə EM məlumat yayıb. 2026-cı ilin yanvar-aprel ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 340,1 milyon manat və ya 10,79% çox olmaqla 3,49 milyard manatdan çox vəsait ödənilib. Rusiya prezidenti Vladimir Putin Ermənistanın Avropa İttifaqına üzv olmaq planları ilə bağlı mühüm bəyanatla çıxış edərək, rəsmi İrəvanın bu istiqamətdəki addımlarının xüsusi araşdırma tələb etdiyini bildirib. Rusiya lideri qeyd edib ki, Ermənistan hakimiyyəti Aİ-yə daxil olmaq məsələsi ilə bağlı referendum keçirə bilər və əgər xalq bu qərarı dəstəkləsə, Rusiya sivil boşanma prosesinə başlamağa hazırdır. Nojoment az xəbər verir ki, Putin Rusiyanın hər zaman erməni xalqının xeyrinə olan hər bir addımı dəstəkləyəcəyini vurğulasa da, Ukrayna nümunəsini xatırladaraq xəbərdarlıq etməyi də unutmayıb. O, Ukrayna ilə münasibətlərdəki gərginliyin və indiki vəziyyətin də vaxtilə məhz avrointeqrasiya məsələsi ilə başladığını diqqətə çatdırıb. Hazırda Tehran və Moskva arasında müxtəlif hərbi və siyasi strateji məsələlərin müzakirə olunduğu bir vaxtda, Putinin bu açıqlaması bölgədəki geosiyasi balansın gələcək taleyi baxımından ciddi siqnal kimi qiymətləndirilir. Şəkidə uşaq bağçasının həyətində meyit tapılıb. Nojoment az xəbər verir ki, hadisə şəhərin Bağbanlar küçəsində qeydə alınıb.
46 yaşlı Rövşən Əlövsət oğlu Cəlilovun meyiti işlədiyi uşaq bağçasının həyətində aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir. Araşdırma aparılır. Bugün Azərbaycandan Ermənistana 8 vaqon 479 ton dizel yanacağı göndəriləcək. Bu barədə Oxu Aza Azərbaycan Dəmir Yolları GSC-dən ADY bildirilib. Xatırladaq ki, indiyədək Azərbaycandan Ermənistana 8500 tondan çox dizel, 979 ton AI-92 benzini və 2955 ton AI-95 benzini ixrac olunub. Həmçinin Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. 6 vaqondan ibarət çəkisi 402 ton olan gübrə 9 may tarixindən Biləcəri stansiyasından Böyük Kəsi istiqamətinə göndəriləcək. Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 27 min tondan çox taxıl, 4 min ton gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib. Bugün Azərbaycandan Ermənistana 8 vaqon, 479 ton dizel yanacağı göndərilib. Oxu Az xəbər verir ki, bu barədə reporta Azərbaycan Dəmir Yolları GSC-dən ADY-dən bildirilib. Həmçinin Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. 6 vaqondan ibarət çəkisi 402 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsi istiqamətinə göndərilib. Hantavirusa yoluxma ilə bağlı daha 2 ehtimal olunan hal qeydə alınıb. Oxu Az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Ehtimal olunan yoluxma halları İspaniyada və Atlantik okeanının cənub hissəsində yerləşən Tristan da Cunha arxipelaqında aşkarlanıb. Birinci halda söhbət İspaniyanın Alicante vilayətində hantavirusa uyğun simptomlar göstərən 32 yaşlı qadından gedir. Rəsmi məlumata görə, həmin qadın aprelin 25-də infeksiyadan ölən Niderlandlı MV Hondius sərnişini ilə eyni təyyarədə uçub. İkinci ehtimal olunan yoluxma halı isə Böyük Britaniyanın müqəddəs Yelena, Ascenson və Tristan da Cunha adaları adlı dənizaşırı ərazisinə daxil olan arxipelaqda Britaniyalı şəxsdə qeydə alınıb. Reuters yazır ki, həmin şəxs böyük ehtimalla aprelin 13-15-də laynerin adalarda dayanması zamanı gəmidən inib. Bundan əvvəl Niderland Xarici İşlər Nazirliyi bildirmişdi ki, Niderlandlı turistin ölümündən sonra Böyük Britaniya, Niderland, ABŞ, Almaniya, Kanada, Çili, Türkiyə və daha 5 ölkədən olan təxminən 40 nəfər müqəddəs Yelena adasında MV Hondius laynerini tərk edib. Məlumata görə, gəmidə ümumilikdə 8 nəfərdə hantavirus aşkarlanıb. Niderlanddan olan ailə cütlüyü də daxil olmaqla 3 sərnişin həyatını itirib. Yoluxmuş şəxslərdən biri isə Johannesburg xəstəxanasında kritik vəziyyətdədir. Gəminin mayın 10-da epidemioloji yoxlama və dezinfeksiya işləri üçün Kanar adalarına çatacağı gözlənilir.